Bu dağlar ibtidai insanın ilk addımlarından Qafqaz Albaniyası məbədlərinə, Qarabağ xanlığı saraylarına qədər yüksələn bir tarix kitabıdır. Daş-daş yazılmış, silinməyən. Buradan keçən hər əsr öz izini qoyub. İmperiyalar dəyişib, sərhədlər çəkilib. Amma bu torpaq öz yaddaşını itirməyib. Özünə məxsus həyat tərzi, yaylaqları, dağları və insanlarının mərdliyi ilə seçilib. Sükutunda belə danışan, hər qayasında bir hekayə gizlədən canlı tarix. Belə-belə işlər Laçında. Söz qoşan, qoynunda hər daşa dağa, saralan çiçəyə, solan yarpağa, yatan qucağında, dönən torpağa, itməyə, qəlbimdə inam, ay Laçın, məskənim, beşiyim, anam, ay Laçın. Laçın minilliklər boyu qədim insanların yaşayış məskəni olub. Bunu Laçın ərazisindəki çox saylı mağaralar, xüsusilə Qaranlıq Kaha və Bayqara mağaraları sübut edir. Qədim insanlar bu mağaralardan inanc, mərasim, müdafiə yerləri kimi istifadə ediblər. Bu mağaralar Azıq və Tağlar mağaraları ilə müqayisə olunacaq səviyyədədirlər. Bu fakt sübut edir ki, Laçın minilliklər boyu fasiləsiz olaraq yaşam bölgəsi olub.
Laçın rayonu ərazisində çoxsaylı mağaralar, yəni ibtidai insanların izləri qalıbdır. Pəri Çınqılından ərazi etibarı ilə Kəlbəcər istiqamətində qaya rəsmləri var ki, yəni bu Qobustan qaya rəsmləri ilə uyğunluq təşkil eləyir. Yəni bu da onu göstərir ki, burada ibtidai insanlar uzun müddət burada yaşayıblar. Burada meşə massivinə yaxın olması, bitki örtüyünə malik olması ərazinin, yəni burada bu insanların yaşamasının səbəbi olubdur. Laçındakı qayaüstü təsvirlər maral rəsmləridir, heyvan rəsmləridir, ovçu, insan rəsmləridir. Qobustan qayalarında qayıq şəkilləri mövcud idi. Yəni o dənizə yaxın olduğuna görə, yəni orada o qayıq mövcud idi. Amma burada bu qaya rəsmlərində qayıqlar yoxdur. Yəni burada ancaq heyvan rəsmləri, insan rəsmləri və s. var. Bugünkü Laçın ərazilərində kifayət qədər ibtidai insanlara aid, yəni erkən orta əsrlər, yəni orta əsrlərə aid daş fiqurlar və s. deyək ki, mövcuddur və bunu işğaldan sonra bunun böyük bir qismi şükürlər olsun ki, dövrümüzə qədər, yəni bugünkü günümüzə qədər salamat qala bilmişdir ki, biz buna şahidlik edə bilirik. Həm bu mağaralarda, həm qayaüstü təsvirlərdə ciddi şəkildə olmasa da, yəni araşdırılma aparılmışdır. Yəni o Kəlbəcər muzeyində 30 minə yaxın deyim ki, eksponat saxlanırdı ki, bunun çox böyük əksəriyyəti qayadan, daşdan yonulmuş insan fiqurları, insan heykəlləri və at-qoç fiqurları idi və bir də deyim ki, insanların əli ilə yazılan təsvirlər idi, yəni qaya təsvirləri idi ki, bunun orada da bu Kəlbəcər muzeyində də deyək ki, bugünkü gündə onun çox az qismi salamat qalıbdır. Amma deyim ki, o silsilə boyunca, yəni o Laçından Kəlbəcər o dağ silsiləsi boyunca o Pəri Çınqılı dediyim ərazilərdən bugünkü gündə də həmin qaya rəsmləri, çoxsaylı qaya rəsmlərinə şahidlik eləyə bilərik, yəni biz onu görə bilərik. Bu abidənin yerləşməsi bu ərazidə deyək ki, karvan yollarına nəzarət edilirdi. Yəni buradan bizdən sol tərəfdən yol, deməli Qərbi Azərbaycan, Naxçıvandan gələn bu yolla insanlar keçirdilər, yəni bu Sovmənin önündən keçirdilər və aşağı gedib Abdallar kəndində orada yol haçalanırdı. Yəni bir yol Şuşa, Qarabağ, Bakı istiqamətində, o birisi yol Zəngilan, Cəbrayıl, Xudavərin körpüsünü keçməklə Təbriz istiqamətində karvanlar hərəkət eləyirdilər. Yəni bu bina, yəni bu Sovmə burada xalqın çox müqəddəs bir yerinə çevrilmişdi. Çünki buna Dəmiroğlu Pir deyilir, yəni bu ərazidə, yəni bunun adı belə adlanır. Bu Sovmənin adının Dəmiroğlu Piri olması heç də inanclarımızla bağlı deyildi. Yəni mən deyim ki, bu deyək ki, Sovmə tikiləndə 12-13-cü əsrlər Qafqaz Albaniyasının dövrünə düşür, həm də ki, deyək ki, Səlcuqların dövründə. Yəni bu türk-alban mənşəli bir abidədir. Ümumiyyətlə, Alban mənşəli abidələrin hamısında türk elementlərinin mövcudluğu mütləq şəkildə görünür və hətta onların xaçları üzərində mütləq şəkildə bu görünür. Yəni bu pir, ona görə pir adı qoyulmuşdur ki, bu dağıdılmasın, bu uçurdulmasın, yəni buna zərər yetirilməsin, yəni müdaxilə olunmasın.
heç bir vaxt kimsə bu pirdir deyə burada gətirib qurban kəsmək və yaxud da ki, nəzir qoymaq, necə ki, bu əski adətlərimizə uyğun olaraq bu hal burada müşahidə olunmayıbdır. Yəni qarşı tərəfdən dağın üzərindəki, deyim ki, bir qalacıq var, yəni o da qaladır. Sağ tərəfdə, eyni xəttdə, sağ tərəfdə o deyək ki, Uşaq qalası adlanan, yəni bunlar hər ikisi Quşçu kəndini əhatə eləyir, indiki Quşçu kəndinin ərazisini. Deyək ki, o da qaladır, yəni bu qalalar antik qalalardır. Yəni bunların ətrafında yəni bizim gördüklərimiz mühafizə divarları yoxdur. Yəni bu abidələrin ətrafları uçurumlarla müşahidə olunur və ancaq keçid yerləri qalır ki, yəni burada ərazinin həm də müşahidəsi olunması, yəni bu qalalardan da müşahidə olunması və təhlükəsizliyinin qorunması ehtimalını bizə yaradır. Odur ki, bu ərazilərimizdə digər işğaldan azad olunmuş ərazilərimiz kimi yenidən Milli Elmlər Akademiyasının həm tarix, həm arxeologiya institutları tərəfindən çox güman ki, yaxın zamanlarda tədqiqat işlərinə başlanılacaq. Yəni burada bu abidənin rəsmi tarixi müəyyən olunacaqdır.